Nereye ciddi? Həm mikrofonda, həm o videodakı səsdə, həm mikrofondakı səsdə belə ciddi səs artımı görəsən. Ha. Başladığımız yer ora olacaq. Hmm. Fərid montajla tanış olur. Demək ki, səni narahat edən mövzular nədir? Narahat edən mövzular maddi mövzulardır əsasən. O biləmə başqa bir şeydir. Mən bilmədiyim şeydir. Bir Azərbaycan gənci kimi soruşsan ki, Azərbaycan gəncini narahat edən mövzular nədir? Yəqin ki, dəyərin verilməməsi müəyyən sahələrə. Məsələn, bilik bacarıqları var, ancaq gəl ki, deyirlər ki, bu gənc nə bilir deyirlər, yola verirlər həmin adamlar elə. Görürsən, ciddi bir sual verir. Aha, yəni Ha, ha. budur əsas problem. Yola verirlər. Kimsə yola verir. Demək olar ki, hamı, bütün sistem, müdirlər olsun, işçilər olsun filan. Məsələn, kiməsə gedib deyəndə ki, hə, mən qrafik dizaynerəm, həm musiqiçilər üçün mahnılar yazıb verirəm, çox belə ciddi baxmırlar. Yəni, onlara lazımdır ki, hə, mən filan bankda filan vəzifəni işləyirəm. Yəni, mən inanmıram ki, elçiliyə getsən, hə, oğlumuz nə işlə məşğuldur, oğlumuz müğənnilərə mahnı yazır, satır. Yəni, ciddi qarşılanmaz. Qarşılanmaz yox, qarşılanmır, fakt odur. Mən bir şey deyim. Sənə bir yaxşı, bir dənə də pis xəbərim var. Buyur, Hansından başlayayım? yaxşıdan başla. Yaxşıdan başlayayım deyim ki, nəinki 19 yaşlı Azərbaycan gənci, 59 yaşlı Azərbaycan kişisi də bu problemi yaşayır. Tək sən yaşamırsan. Yəni 59 yaşında olan insan da bunu yaşayır. 49 yaşda olan da, 39 yaşda da. Pis xəbərim də odur ki, sən bu matrixdən çıxmaq üçün çox əziyyət çəkməlisən. Ya 59 yaşına qədər özünü təsdiqləməyə məcbur olacaqsan, ya da çevrə tərəfindən fərq olunmağa başlayacaqsan. Bu sənin əlindədir. Yəni sənin şikayət elədiyin şey əslində hamının başına gələn şeydir. Və mənfi cəhətin odur ki, sən oğlansan, kişisən, qadın deyilsən. Qadınların o qədər özünü sübut eləməyə ehtiyacı yoxdur. Biraz seksist yanaşma kimi gələ bilər. Amma nəyə demək istəyirəm? Qadın ən azından valideynin himayəsində uzun müddət yaşaya bilər. 30 yaşına qədər də yaşasa, yəni valideyn ona deməsi ki, işləmirsən, qazanmırsan, nə bilim, eləmirsən, amma sən kişisənsə, 20 yaşından sən qazanmasan və yaxud dərsində, təhsilində olub qazanmasan, sən elə bil ki, ingiliscə bir söz var, black sheep, yəni qara qoyun. Qara qoyununa görə deyirlər ki, qara qoyun yunundan heç bir parça hazırlanmır. Yəni sən faydasız bir şeysən. Buyur danış. Və mən bu barədə bir nəfər qızla, belə deyim də, danışanda mübahisəm olub ki, mən ona əziyyətləri qarşılaşdırırdıq. Mən ona deyirdim ki, yəni səninki bir seçimdir, mənimki məcburiyyətdir. Bu mənəvi yükü belə insan yorur. Məsələn, təsəvvür elə ki, sən hərbi təlimdəsən, bir də var ki, əsl müharibənin içindəsən. Hərbi təlimdə bilirsən ki, başına ekstrem bir hadisə gəlsə, təlim dayanır, sənə xüsusi bir qayğı göstərilir. Ancaq müharibənin içində o yoxdur. Mən məsələn hal-hazırda gedib atama deyə bilmərəm ki, ata mən işləmək istəmirəm, sadəcə sənin çörək yemək istəyirəm, yəni bu formada evdə yatmaq istəyirəm. Seçimin yoxdur. Hə, elə bir seçim yoxdur. Sən bunu bacarmalısan, eləməlisən, necə olur olsun. Heç kimə dəxli yoxdur ki, hansı psixoloji vəziyyətdəsən. Məsələn, qadın olanda qadın ağlayır, deyirsən ki, hə, bəs psixoloji filan problemlər var belə. Ancaq məsələn, kişi üçün vəziyyət elə deyil. Kişiyə deyirlər ki, sən kişisən, nətər yəni? Yəni bizdə kişi anlayışı ümumiyyətlə məsələn, kişi nədir sualı bizə çox fərqli-fərqli gəlib. Xarici kinolardan, İrandan bir gəlib, Rusiyada SSR-nin tərkib olanda bir, yəni formalaşmış şeylərin bir bütünü halında bizə gəlib ürəyimizə atılmış bir yükdür. Yəni məsələn biz məktəb vaxtında belə deyək də, Vorzakon belə-belə mileniyalar, düşüncə tərzləri var idi. Bizə bunlar gəlmişdi. Məktəbdə bunu öyrənmişdik. Ancaq biz gəldik faktiki olaraq həyata çıxanda baxdıq ki, qadınlar hansısa türk seriallarına baxıb, onlar oradakı kişiləri istəyirlər. Baxırsan ki, yəni dostların səndən kişi kimi axtardığı predmet tamam başqadır. Qadınların səndə axtardığı predmet tamam başqadır. Yəni belə-belə fərqliliklər var ki, insan arada bezir, yəni deyir ki, çıxın gedin öz həyatımı yaşamaq istəyirəm və belə olanda da sənə deyirlər ki, dəlisən. Bir şey deyim, yəni
Mən öz cinsimdən razıyam. Çünki yəni mənim qabağımda qoyulan öhdəlik qədər mənim mübarizə gücüm də var. Düzdür, yəni qadınların da mübarizə gücü var. Amma ən azından bizim fiziki gücümüz var. Yəni yeri gələndə özümüzü müdafiə edə bilirik. Ən azından gecə saat 2-də, 3-də çölə çıxıb hava alıb beynimizi sakitləşdirə bilirik. Amma halbuki bizim qarşımıza qoyulan öhdəliklər daha çoxdur. Amma yenə də mən bu durumdan razıyam. Çünki gücüm də var, mübarizə meydanı da var. Yəni o mübarizə meydanı olmasaydı və gücüm məndən alınsaydı heç bunu istəməzdim. Yəni kişi isə mübarizə aparmalıydı. Yəni mən öz cinsimdən şikayətçi deyiləm. O sözsüz, məsələn, mən də şikayətçi deyiləm. Yəni mən bilirəm ki, bir kişiyəm. Yəni mən ailəmi qorumaq, evə ovlayıb nəsə gətirmək, yəni bu daş dövründən, bir təkamüldən bizim genimizə işləmiş bir şeydir. Adamı narahat eləyən, adamı əsəbləşdirən mövzular odur ki, hal-hazırda kütlə tərəfindən bir baskı var. Yəni mən onsuz da bunu eləyəcəm. Onda sən baskı eləyirsən buna. Yəni mən müəyyən cığırlar tapmaq istəyirəm, sən mənə müəyyən divarlar hörürsən. Məsələn, bu dövrdə mən inanmıram ki, bu dövr bəlkə də biraz asanlaşıb indiki gənclərin məsələn bilmirəm. Ancaq hal-hazırda mən inanmıram ki, hansısa bir gənc durub ailəsinə desin ki, bəs mən universitet təhsili istəmirəm. Hansısa sənət üzrə praktiki qabiliyyətlərimi artıracam. Yəni çünki universitet belə deyim də, mən yazdığım məqalədə də bilmirəm oxumusan, oxumamısan. Yəni bu sırf sistemə işləyən bir şeydir universitetə gedilməsi, təhsil xərcləri, təhsil kreditləri, şəhərdə canlanma, şəhərdə olan biznes obyektlərində sistemlərinə, yəni maddiyyatın, kapitalın axması. Yəni bu kimi şeylərdir əslində universitet. Universitet düzdür, məsələn həkimlikdir, mühəndislikdir, bu kimi sahələrdə mütləq vacibdir. Ancaq mən inanmıram ki, yəni hansısa möhtəşəm bir sənətçinin, sənətkarın mütləq bir universitetə ehtiyacı var. Yəni bu mütləq olduğunu fikirləşmirəm. Məncə yəni o insanın bir sənətçinin yanında yavaş-yavaş formalaşması, praktiki olaraq bu bacarığa yiyələnməsi daha müsbət hal olacaq. Nəinki universitetdə gedib 4 il vaxt bitirəcək və onu gecikdirəcək. Ümumiyyətlə hər bir Azərbaycan gənci, istər qız olsun, istər oğlan olsun, əgər azad olmaq istəyirsə, birinci maliyyə azadlığını əldə etməlidir. Maliyyə azadlığı hər şey deməkdir. Əgər maliyyə azadlığın varsa, valideyn də sənə hörmətlə yanaşır, səni əldə etməyə çalışır, nəinki məhdudlaşdırmağa. Əgər sən maliyyə dayanıqlığını artıra bilsən, sən ayrı evə çıxa bilərsən, öz xərclərini qarşılaya bilərsən və öz həyatını yaşaya bilərsən. Bu Azərbaycan vətəndaşının haqqıdır. Heç kim sizi yəni öz evində məcburi şəkildə saxlaya bilməz. Mən demirəm ailənizdən qaçın, ailənizə üz çevirin. Sadəcə fərdi olaraq öz gələcəyinizi formalaşdırın. Əgər evdə şiddət görürsünüzsə, evdə sizə çox pis qadağalar qoyulursa, evdə əgər sizin fikrinizə hörmətlə yanaşmırlarsa, təhqir edirlərsə, ciddiyə almırlarsa, birinci olaraq pul qazanın, öz xərclərinizi qarşılayın, ondan sonra kirayədə qalın. Heç kim sizi gəlib kirayədən çıxarda bilməz. Yəni bu sizin təbii haqqınızdır. Və bunu eləyən mən çox insan tanıyıram. Həm qız tanıyıram, həm oğlan tanıyıram. Demirəm, yəni kirayəyə gedir, orada nəsə neqativ hallarla məşğul olur. Normal şəkildə işinə gedir, təhsilinə davam elətdirir özün. Normal şəkildə yaşayır. Yəni bunu əldə eləmək lazımdır. Yəni gedin ən çətin işlərdə işləyin. Amma yəni azad olmaq istəyirsinizsə, bunun üçün çabalamaq lazımdır. Yəni bütün günü azad deyiləm, sistem belədir, cəmiyyət belədir, mentalitet belədir. Yəni belə şikayətlər artıq keçmir. Çünki yəni ortada mal ortadadır, vəziyyət ortadadır. Yəni şikayətlə nəsə alınmır. Yəni birinci özünüzü düzəltməlisiniz, daha sonra çevrənizi düzəltməlisiniz. Yəni azadlıq elə bir şeydir ki, döyüşərək əldə olunur. Necə ki dövlətlər azadlığını birinci maliyyədən əldə eləyir. Yəni heç bir dövlətdən asılı olmur, öz azadlığını təmin eləyir. Yəni eynən insanlar da belədir. Yəni azad olmaq istəyirsinizsə, sizi saysınlar istəyirsinizsə, ən birinci ailədən başlayır. Ailədə sizi saysınlar, görsünlər pul qazanır. Ondan sonra yavaş-yavaş çevrəyə keçirsən. Əvvəl dostların səni saymağa başlayır, ondan sonra dostların dostları, iş yerində səni saymağa başlayırlar. Ondan sonra tanımadığınız insanlar sosial şəbəkələrdə sizi saymağa başlayırlar. Yəni oğlanların məhz özünü təsdiqləmə periodu bundan başlayır. Yəni ki,
birinci özünü çevrəsinə sübut edir ki, dırnaq arasında mən kişiyəm. Daha sonra dostlarına sübut edir ki, mən kişiyəm. Ondan sonra əks cinsə keçir. Əks cinsin də yəni irəliləmə periodları var təbii ki. Birinci xarici görünüşdən başlayır, sonra maliyyə məsələlərindən başlayır, sonra gələcək vəd eləmə məsələlərindən başlayır, sonra xarakter, xasiyyət, yəni belə şeylər bir kişini formalaşdıran amillərdən biridir. Yəni ki, siz ömrünüzün axırına qədər özünüzü bir insanlara sübut eləməlisiniz. Amma unutmayın ki, çevrə baskılarını dəf eləmək də sizin əlinizdədir. Çünki sağlam ağıl deyilən bir qavram var. Yəni psixologiyanız çox güclü olmalıdır. Yeri gələndə hansısa bir baskını dəf eləyə bilməlisiniz. Hansısa bir məcburiyyətdən boyun qaçıra bilməlisiniz. Mən niyə lazerin pulunu vermirəm? Niyə lazımdır pulunu? Bu mövzu haqqında danışacağam. Mən sən lazer pulunu niyə verməliyəm? Buyur. Belə deyim də, bu sırf məsələn deyirsən ki, öz pulunu qazanmalısan, belə şeylər. Ancaq məsələn Azərbaycanda elə yerlər var ki, məsələn ucqar kənddə qalır da. Məsələn bizim əlimizdə internet var. Biz ikinci yolu internetdən baxıb görürük. Ki, belə bir sahə də var, belə bir yer də var. Mən bura görə formalaşa bilərəm. Ancaq bəzi kənd yerində olanlar var ki, onların elmi olaraq belə bir şey. Elm dediyim, yəni dünya görüşü olaraq. Yəni bundan götürə bilərik ki, məsələn bayaqları vurğuladın ki, ölkələr necə kapitalla onlar güc əldə edir. Yəni burada əsas məsələ gücdür. Güc üçün elm lazımdır, savad lazımdır, bilik lazımdır. Biliyə yiyələnmək üçün də əgər qabağınızda cavablar yoxdursa, siz düzgün sualları verməlisiniz. İnandığınız şeylər barəsində, gələcək qərarlar barəsində. Yəni məsələn siz fikirləşirsiniz ki, mən universitetə girmək istəmirəm, ancaq atam məni məcbur universitetə yola salır. Mən girdim universitetə, bədbəxt bir həyatım olacaq, heç sevmədiyim bir həyatım. Yəni mənə elə gəlir ki, sevdiyin işdə 10 manat qazanırsansa, sevmədiyin işdə 1000 manat qazanırsansa, sevdiyin işdə işləyərək sevmədiyin işdə işlədiyin halından daha varlı olursan o 10 manatdan. Çünki sən sevdiyin işdə işləyirsən. Yəni sən universitetə daxil oldun, niyə? Çünki atanın baskılarını götürmək istəmədin, həmin an rahatlıq istəyirdin və sən artıq istəmədiyin bir həyatı yaşayanda həmin keçmişdəki vaxt ki vardı, sən o rahatlığı seçmişdin, onun cəzasını çəkirsən. Sən əslində atanın cəzasını çəkmirsən. Sən heç vaxt durub deyə bilməzsən ki, mənim atam günahkardır. Ata əslində səhv şey istəmir. Bilmədən eləyir o şeyi sənə. Yəni ata əslində istəyir ki, sənə dövlət türklər demişkən güvəncən olsun, dövlətə arxalanasan, dövlət işində işləyəsən. Yəni bu kimi şeyləri istəyir səndən. Bir dənə məsələyə toxunum. Nə deyirdim? Yadımdan çıxdı. Mən sənin niyə lazer pulunu vermirəm? Necə başlamışdım mövzuya? Hə, Kapitalizm yox, əsas elm lazımdır, güc üçün. ümumiyyətlə kənd yeri məsələsini deyirsən. Yəni həyat hamı üçün eyni şərtlə başlamır. Biri finişdən 100 metr arxadan başlayır, biri finişdən başlayır, biri finişə, startdan daha doğrusu, biri finişə 10 metrə qalmış həyatdan başlayır. Məsələn üçün tutalım ki, ortalama Bakıda yaşayan bir Azərbaycan gənci startdan başlayırsa, yəni Yaponiyada doğulan gənc və yaxud Kanadada doğulan gənc finişdən 10 metr arxadan başlayır. Amma tutalım ki, Azərbaycanın ən ucqar kəndlərindən biri, internetin belə çətin olduğu yerlərdən birində yaşayan gənc, yəni həyata startdan 100 metr geridən başlayır. Amma bu o demək deyil ki, yəni sən mübarizə aparmalı deyilsən, sən oxumalı deyilsən. Düzdür, orta statistik olaraq oradan qurtulan insan sayı daha azdır. Amma yəni biz də Bakının içərisində Yaponiyada yaşayan insana görə daha geridəyik. Daha az şeydən xəbərdarıq. Yəni həyat hamı üçün, məsəl üçün deyirəm, Elon Musk'ın oğlu bir həyatda bizdən nə qədər qabaqdadır. Trump məsəl üçün varlı ailədə doğulub, yəni onun prezident olması fövqəladə bir şey deyil, yəni gözlənilən idi. Varlı ailədə doğulub, uşaqlığından diplomatiya ilə məşğul olub, diplomatiya barəsində biliklər əldə eləyib, dünya barəsində biliklər əldə eləyib. Yəni onun aldığı təhsillər bizə məlum deyil. Yəni o qədər yəni donanımlı bir şəkildə yaşayıb ki. Yəni, ona görə həyat hamıya eyni cür deyil. Yəni amma bu o demək deyil ki, sən mübarizədən əl çəkməlisən. Eybi yox, sən Qubanın Xınalıq kəndində yaşa, mübarizə apar, gəl Bakıya çıx. Eybi yox, sən uşağını böyüt.
oğlun getsin Kanadada yaşasın. Sən oğul Kanadada yaşayan oğlun da getsin məsəl üçün Avropa ölkələrində yaşasın. Yəni bu belə davam eləyir. Yəni övladına qoyduğun miras şəklində davam eləyir. Yəni biz bu dəqiqə məsəl üçün podkast çəkiriksə, indi bilmirik də gələcəkdə nə vəziyyətdə olacaq podkastın populyarlaşması. Ya oğlumuza bəlkə də yarım qalan bir biznesi təhvil verəcəyik və yaxud da ki, uşaqlığından o şəkildə böyüdəcəyik, əgər layihə tutsa. Ya bu belə-belə davam eləyir. Yəni 5 nəsil, 10 nəsil şəklində davam eləyir, təki kimsə pozana qədər. Yəni ən azından belə deyim də, bacarmasam, mən belə yıraq olsun da Allah göstərməsin. Mən sabah övladımı tam istədiyi şeylərlə yetindirə bilməsəm, mən ən azından məsələn oğluma deyəcəm ki, bəs mən hər sahəyə atıldım, çalışdım, amma bacarmadım. Başaramadık abi. Başaramadık abi. Kırılmış boğazım, bekliyorlar yol altında. Bir də məsələn bu finish məsələsi deyirsən, biri 10 metrdən başlayır, biri 20 metr geridən başlayır. Burada əsas məsələ finish nəyə deyirsən, uğur nəyə deyirsən. Məsələn, mən fikirləşirəm ki, mən Azərbaycanda Elon Musk'ın oğlu olaraq doğulsaydım, bu mənə maddi olaraq rahatlıq verəcəkdi, okey. Ancaq mənim ətrafımda nə qədər saxta dostlar olacaqdı. Mən məsələn həyatımda xəyanət edən qadından bəlkə də mən evlənmiş olacaqdım. Yəni bu kimi predmetlər var ki, bunları heç vaxt pas keçə bilmirsən. Düzdür, kapitalizm dövründə çox önəmli predmetdir, ancaq bu kimi insanın ruhu ilə bağlı məsələləri də geri atmamaq lazımdır. Çünki nə qədər pulun olsa da, o ki, o ruhuna yaxşı gələn insanları ətrafına toplaya bilmədinsə, həmişə kasıb qalacaqsan, yəni o pulun da heç bir önəmi olmayacaq. Mən belə fikirləşirəm. Mən də sənin dediklərinə qatılıram, amma bir yandan da qatılmıram. Çünki bu dediyin şeylər sadə insanlar üçün var olan duyğulardır, qavramlardır. O təbəqə olan insanlar üçün bəlkə də belə bir sözün qarşılığı yoxdur. Yaxşı dost, nə bilim nə. Onlar üçün məsələn yaxşı ortaqlıqlar var. Yaxşı dostlar yoxdur, yaxşı xəngəl yoldaşı yox, yaxşı səhmdarlar var, yatırımcılar var, investorlar var. Yəni onlar üçün bəlkə də qavram odur. Deyirlər nə dost de. Mən belə deyim də, mən məsələn dostumu dəyişmərəm o şey pulu. Mən anamı sevgilimə dəyişirəm. Ha, Şeir var. hizməsində bizə də gedə bilər. Anladım ki, ilk deyiləm. Yəni də mən dəyişmərəm, yəni istəmərəm ki, elə bir şey olsun. Çünki dost, sevgi münasibətləri, yəni belə kimi şeylər həqiqətən, yəni belə deyim də, xarici dövlətlərə əsasən bizim dövlətdə mən buna biraz şey kimi baxıram. Sanki bizim biraz uğurumuz kimi bir şey. Yəni çünki bizim ən pis ehtimalda da, yəni nə bilim, ən pis vəziyyətə düşəndə məsələn biz intihar eləmirik. Məsələn, gedib dərdimizi danışacaq, bizə həqiqətən qulaq asacaq dostlarımız var. Düzdür, onlar bizim adımıza kredit götürmür. Mən bir şey deyim, yəni bir ağsaqqalın mənə verdiyi məsləhət var idi. Deyir, həyatda bir şey qazanacaqsansa, nəyisə qurban verməlisən. Və verdiyin qurban səni həyatda elə bir uçurumun kənarında saxlayır ki, ya o qurbanı verməlisən, ya uçurumdan aşağı düşməlisən. Kimisi xarakterini qurban verir, kimisi qeyrətini qurban verir, kimisi bilmədiyimiz bir şey qurban verir və onun sayəsində növbəti level'a keçir. Məsəl üçün Elon Musk'ın əmisi, atası həyatda məsəl üçün elə bir seçim qarşısında ola bilər ki, orada biri o idi ki, milyard qazanmaq, digəri ola bilər ki, məsəl üçün deyirəm də, indi haqqına da girməyim, 100 min insanın çörəyinə bais olmaq, 100 min insanı aldatmaq, məsəl üçün. Və yaxud da ki, böyük bir torpaq ərazini məhv eləmək və yaxud da ki, havanı korlamaq, başqa bir şey. Və o orada məsəl üçün onu göz ardı eləyib uğuru seçib. Yəni orada sən nəyinisə qurban verməlisən və o təbəqəyə qalxa-qalxa, yəni hər şeyini qurban verməyə başlayırsan. Bayaq dediyim mənim üçün dost vacibdir. Bəlkə də biri dostunu satır, biri uşaqlıq sevgisindən əl çəkir. Məsəl üçün biri deyir ki, mənim qızımı al, gəl səndən ortaq olum. Bəlkə də uşaqlıq sevgisini orada atır, bir də onun qızı ilə evlənir, taktiki gediş eləyir. Yəni orada bir qurban verməyə başlayır.
Ona görə yəni varlı olmağın ən böyük yolu nələrdənsə keçmək. Belə bir paradoks var da, məsələn, sən bayaqları söz işlətdin ki, biri qeyrətin qurban verir, nə biri sevgilisin qurban verir. Yəni əgər qurban verirsə, deməli onda o şey yoxdur. Ay sağ ol. Yəni bir qeyrətli bir insan qeyrətin qurban verə bilməz. Qeyrəti qurban verirsə, deməli ki, qeyrəti yoxdur. Yəni belə də doğru dil də çıxdı biraz. Yəni ancaq belədir. Biraz qaqavari söhbətlər Qaqavari keçir. söhbətlərə keçir. Keçir. Amma yəni qaqavari söhbətlər bütün dünyada olan bir şeylərdir. Sadəcə hər yerdə fərqli şəkildədir. Ola bilsin ki, bizim coğrafiya belə şeyləri çox ciddiyə alır. Amma baxdığımız kinolarda, izlədiyimiz seriallarda da görmək olar ki, o qeyrət sadəcə başqalarında fərqli formadadır, bizdə fərqli formada səslənilir. Məsəl üçün deyirəm, seriallarda görürük ki, tutalım ki, Sözü də balla kəsim. Heç uzağa seriallara getmə. Yəni bizdə Azərbaycanlılara belə düşüncə var ki, 100% eşitmisən ki, qaqa Ukraynaya gedəndə özləri sizə yaxınlaşır. hə, Ərəblər Azərbaycana gələndə nə oldu? özünə yaxındır, təəssüf ki. Hə, məsələn. Yəni bu biz məsələn Ukraynalılara baxırdıq, qızlarına baxırdıq, deyirik ki, hə, bunun hərəsin qeyrəti yoxdur. Hə. Ancaq deyir, qınama başıva gələr. Mən nə demək istəyirəm? Məsəl üçün kinolar olur ki, eyni iş yerində iki qardaş işləyir və yaxud bacı qardaş işləyir. Tutalım ki, müdir qardaşı bacını təhqir eləyir. Qardaş işi xatirinə susur. Hı -hı. Yəni bu bizdə qeyrətsiz qavramında sayılan bir şeydir. Amma xarici məsəl üçün bunu qeyrət deyə səsləndirmir, qorxaqlıq deyə səsləndirir. Biz elə bil ki, onu ümumiləşdirib qeyrət deyə ifadə eləyirik. Yəni bu bütün dünyada olan bir şeydir ki, insanın ləyaqəti seçəcəyi an və seçmədiyi an. Ona görə yəni belə tənzimlənir. Yəni biz qaqa söhbəti eləmirik burada. Yəni sadəcə bəzi terminlər başqa yerdə fərqli cür səslənilir. Və yaxud da ki, atanın qızı var. Görür ki, oğlan dostu gəlir onu götürməyə. O dəqiqə başlayır oğlanın dostunu sıxışdırmağa ki, sən kimsən, nəçisən, mən qızımın yanında filan. Yəni bu məsəl üçün qara dərili bir cəmiyyət belə olsa, onlarda olan bir şeylərdir. Yəni buna ümumdünya olaraq qeyrət deyə səsləndirməsələr də bizdə yəni bunun adı qeyrətdir. Yəni qeyrət deyəndə bunu biz nəzərdə tuturuq. Şərəf, ləyaqət, heysiyyət, yəni ümumiləşdirilmiş qavramdır. Buyur. Hara gəlim, neçə gəlim. Necə gəlim? Hara gəlim? Efendim? Necə gəlim? Hara gəlim? Belə deyim də, məsələn, vəziyyət budur ki, söhbətin başında dedim ki, bizə uşaq vaxtından verilmiş sərhədlər. Məsələn, Amerikalılarda o sərhəd yoxdur. They right, məsələn. Heç elə bir qavram yoxdur, mən bilməmişəm oyunu. You haven't gay rat. Gay rat. Gay rat. Hə. Yoxdur. Yəni, məsələn, Hindistan. xaricdə məsələn. Hə, yəni bizə örülmüş sərhədlərdir, şuur altına istifadə olunmuş şeylərdir. Belə acınacaqlı bir məqam var ki, yəni yaxşısından elə çox adamda qeyrət yoxdur. Sadəcə cəmaət mənə nə deyər deyə müdaxilələr edirlər. Ay sağ ol. İnsanın ən böyük qeyrət tənzimləyicisi onun vicdanıdır. Yəni ki, təklikdə də sənə nəzarət edir. Yəni bəzilərinə görə Allah, bəzilərinə görə vicdan insana nəzarət edən bir şeydir. Əgər məsəl üçün sən təklikdə kiminsə məsəl üçün çörək ağacını sındırırsansa, yəni bunu heç kim görməsə belə, yəni sən özünə bunu sıxışdırmamalısan ki, həmən birinə ziyan verdin. 100%. Yatırlar sən. Biraz bəs danışmağın lazımdır. Prosta mikrofona səsin. Səs getmir, oyda. İnşallah ki gedər. Bax bu var. Hə, bunlar Bu mənəm. sənsən. Bu mənəm. Hə, bu mənəm. Mən səsim batıb ümumiyyətlə. Bu sən də ki podkast çəkəndə Özümə- səsin batır. Oruç tutanda başlar. Mən nə olub? Nə blok atıblar. O şeyləri söküb yığmaq lazımdır. Nə söndürüb yandırarlar. O şeyləri söküb yığmaq lazımdır zarafatsız. Gah belim ağrıyır, gah təzyiqim var. Gah qripəm, gah balığam. Balıqam. Balığam. Hə. Yəni Sərhədlər deyil, Azərbaycan gənclərinin birinci düşmənidir, həmin əvvəlcədən çəkilmiş sərhədlər. Məsələn, düzdür, valideynlərimiz yenə deyirəm, bizi öyrəndiyi biliklərlə, həyatda öyrəndiyi bacarıqlarla, praktikalarla yönləndirməyə çalışır. Ancaq onların keçdiyi həyat artıq keçmişdə qaldı.
Biz keçid dövründəyik. Biz artıq yeni bir dövrdəyik. Yəni bu bilirsən necədir? Elə bir birinci Qarabağ müharibəsində topladığın hərbi bilikləri, hərbi statistiki məlumatlar, məsələn, birinci Qarabağ müharibəsində bilirdin ki, Ermənistanın 20 dənə tankı var. Gəlsən ikinci Qarabağ müharibəsində o statistikanı yazırsan ki, Ermənistanın 20 dənə tankı var. Yox, elə deyil axı. Elə deyil axı. Çünki dövr dəyişdi, zaman dəyişdi, Ha. insanlar dəyişdi. Düzdür, məsələn, hardasa işə yarayır, işə yaramasının səbəbi də odur ki, müdirlərdir, yəni belə vəzifədə olan biz iş yerinə gedirik ki, onlar hamısı onların dövründəki insanlardır. Yəni bunun işə yarama səbəbi odur. Ancaq yəni mən inanmıram ki, universitetdə bu kimi şeylərin bir böyük bir dəstəyi var. Yəni, çünki yenə deyirəm, məqalədə yazmışdım. 5 milyon Azərbaycanlı hal-hazırda işləyir, 10-14%-i ali təhsillidir. Gənclərin öz səhvləri də var. Mən demirəm bütün problemlər hamısı valideynlədir. Gənclərin faktiki səhvləri nədir? Tənbəllik. İstəyirlər ki, birdən-birə partlatsınlar. Birdən-birə birdən-birə partlatmaq üçün risklər eləyirlər, batırdıqlarına görə gedirlər, məcbur olurlar 500 manatlıq, 300 manatlıq işlərdə işləyirlər. Bu işlər onların vaxtını alır, alınan vaxt onların hansı şəxsi inkişafının qarşısını alır, özgüvənini qırır və beləliklə gənc məhv olur. Yəni məsələn mən hal-hazırda həmin gənclərdən biriyəm ki, gözləyirəm ki, əsgərlik gəlsin, keçsin, sıfırdan başlayım. Düzdür, məsələn, hər yıxılmaq yəni bir praktikadır. Mən 100% əminəm ki, əsgərlikdən gələndən sonra bu öyrəndiyim bilik, bacarıqlar, üstəgəl üstümdə heç bir, belə deyək də, yükün olmaması ona gətirib çıxardacaq ki, mən azad və həm də ağıllı şəkildə hərəkət edeyim. Əvvəl azad şəkildə hərəkət edirdim, indi ağlı da inşallah qoyacam onun yanına. İnşallah. İnşallah, əslində olan altı orqan mafiyası. Kapitalizmin oyunları. Feminizm. Ümumiyyətlə bir şey deyim. Əsas da xanımlara müraciət eləmək istəyirəm. Ümumiyyətlə deyilən hər sözü hər zaman şəxsi qəbul eləməyin. Əgər əks bir mövqe ilə eşitsəniz, onu birinci obyektiv şəkildə dəyərləndirin. Onu qadın duyğuları ilə yox, obyektiv şəkildə qiymətləndirin, şərtlərə baxın, ondan sonra dəyərləndirin. Məsəl üçün, qadınların çoxusu şikayət edir ki, biz oğlanlar kimi gecə saat 2-də, 3-də rahat gəzmək istəyirik, rahat evdən çölə çıxmaq istəyirik. Mən onları hardasa başa düşürəm. Yəni evdən hər gecə 2-də, 3-də çıxan o demək deyil ki, yəni başqa bir şeylər üçün evdən çıxır. Yəni insan sıxıla bilər, darıxıla bilər, havaya da ehtiyacı ola bilər. Yağışın altında islanmaq da istəyə bilər, hər şey istəyə bilər. Amma yəni bunun səbəbini valideyndə, sistemdə, kişilərdə görməsinlər. Çünki mən gecələr gəzirəm, saat 3-də də gəzirəm, 4-də də gəzirəm. Yəni kifayət qədər çöldə xanım olur. Yəni biri məsəl üçün klubdan gəlir, biri məsəl üçün deyirəm, dostları ilə saxurdan gəlir, biri sadəcə hava almağa çıxır. Yəni bu, yəni bir dənə, iki dənə qadın olsaydı deyərdim, hə. Yəni kifayət qədər yəni qadın xanım olur çöldə. Yəni ümumi bir sistem sizə məhdudiyyət qoysaydı dövlət şəklində, cəmiyyət şəklində, yəni mən sizi başa düşə bilərdim. Amma əgər siz evdən çölə çıxa bilmirsinizsə, bunun səbəbini biraz özünüzdə görün. Evdə sizə qarşı qısıtlama var, çünki ev sizi təmin eləyir. Sizin məsəl üçün dırnaq pulunuz olsun, digər pulunuz olsun, yəni evdəkilər bunu sizə verir. Bəlkə də özünüz eləyirsiniz, amma digər xərcləri ev qarşılayır. Ona görə istər-istəməz sizin üstünüzdə bir üstünlük olur. O üstünlüyü də ləğv eləmək üçün biraz mübarizə aparmaq lazımdır. Biraz daha çox pul qazanmaq lazımdır. Yəni ən azından ayrı evə çıxacaq qədər, gedib qızlarla qalacaq qədər. Və ondan sonra biraz şiddət ola bilər ailə tərəfindən. Amma yəni bu gözlənilən bir şeydir. Yəni o oğlanlar belə o şiddəti yaşayır. Hansısa bir oğlan durduğu yerə deyir ki, mən gedib uşaqlarla qalacağam. Yəni atadan şillə də yeyə bilər, anadan damaşlik də yeyə bilər. Yəni o normal bir şeydir. Bax Kənan bu dəqiqə desə bəlkə də ola bilər. Yəni bu gözlənilən haldır. Amma yəni keçilməyəcək sərt deyil. Əgər sən bunu istəyirsənsə, yəni sənin əlindədir. Sadəcə çox çalışmaq lazımdır. Və bu təkcə sizə qarşı deyil, xanımlara qarşı deyil. Mənim xanım dostlarım həmişə bundan şikayət eləyir. Mən onlara deyirəm ki, sən heç nə ilə məşğul olmursan, özünü inkişaf elətdirmirsən. Ən azından onlayn işlər tapa bilərsən.
xırda bizneslə məşğul olub maliyyə mənbəyi yarana bilərsən. Sən həm istəyirsən ki, evin sənə verdiyi vəsaitlərdən istifadə eləyəsən, həm də istəyirsən ki, ev sənə icazə versin. Təbii ki, belə bir şey mümkün deyil. Yəni dünyada yəni belə bir sistem mövcud deyil. Yəni həm sənə rahatlıq versin, həm də nəyləsə təmin eləsin. Ailə belə olsa, öz azadlığını əldə eləməlisən bir fərd şəklində. Ümumiyyətlə, maliyyə azadlığı olmayan insanın fikrini də ciddiyə almırlar. Yəni deyə biləcəksiniz ki, sən necə travmalarla filan böyümüsən. Mən şükür Allaha o qədər travmalarla böyüməmişəm, o qədər. Amma yəni çevrəmdə olan insanlara görürəm ki, yəni ailə tərəfindən kəskin şəkildə kobud rəftara məruz qoyulurlar. Sırf yəni xeyir verməyən fərd kimi sayıldığı üçün. Kafkanın çevrilmə əsəri də sırf belə bir hadisəyə istinad olaraq yazılıb. Yəni oradakı spoiler vermək istəmirəm. Tarakan obrazı olur. Tarakan da ki işdən çıxmış adamı simvolizə eləyir. Yəni artıq xeyir verməyən insanı orada tarakan kimi təsvir eləyirlər. Və o tarakan evdə artıq ən hörmətsiz insana çevrilməyə başlayıb. Halbuki bu vaxta qədər evə pul gətirirdi. Tarakan yox, insan obrazındaydı. Nə vaxt ki işdən çıxır, tarakan obrazında olmağa başlayır. Eyni zamanda orada iflic insanı da oxadıblar. Yəni xəstə insana olan rəftar, evdə necə rəftardırsa, həmçinin xeyir verməyən insana qarşı o rəftar göstərirlər. Yəni xeyir verməyən insan ailə o qədər çox istəsə də, çox sevsə də bir yerdə fikri önəmsənilməməyə başlayır. Daha ciddiyə alınmır. Adicə dost tanış arasında da bir yerə çıxırsansa, məsəl üçün sən hamı şotun verir, sənə deyirlər ki, hə sən vermə qalsın, sən işləmirsən. Müəyyən müddətdən sonra sənə qarşı fikirlər dəyişir, sənə qarşı baxışlar dəyişir. Yəni sən onların arasında necə deyim, bal verməyən arıya çevrilirsən. Məsələn, bir dəfə səni görüşə çağırmırlar, ikinci dəfə sən danışdığın yerdə sözünü kəsirlər, hər hərəkətini zarafata çevirirlər, hər dediyini. Yəni qısacası sənə ağıllı insan kimi baxmamağa başlayırlar. Ona görə də həyatda gərək statusunu qoruyasan, yerə gələndə hamının cavabını verə biləsən. Ən yaxın dostun belə olsa, səni əzməyə çalışsa, yəni özünü müdafiə eləməyə bacarasan. Yəni necə deyim, dövr elə bir dövrdür ki, səhər yuxudan durandan gecə yatana qədər mübarizə aparırsan. Qonşu ilə mübarizə aparırsan, müdirlə mübarizə aparırsan, dostlarınla şirin mübarizə aparırsan, ailə ilə mübarizə aparırsan. 70 şoferinlə mübarizə aparırsan. Allah məsələn Qalenvagilə minirsən, yenə də Kimdənsə problem yaşayırsan. problem yaşayırsan. Tutalım ki, Mercedes sürürsənsə, Qalenvagin sürənlə mübarizə aparırsan, Qalenvagin sürənlə mübarizə aparırsansa, ondan daha bahalı maşın sürənlə mübarizə aparırsan, yəni mübarizə ömrünün axırına qədər davam edir. Ya həyatı boş verib özünə görə yaşamalısan, bunun da mənfi cəhətləri var, ya da mübarizə hər zaman davam edir. Yəni mən bundan 7 ay əvvəl qonşu ilə problem yaşamışdım. Yəni təsəvvür edin ki, işdən yorğun gəlirdim, ölürdüm. Gəlirdim evə girirdim, çox rahatlıq. Deyirəm qonşu qapını döyür. Səs gəlir, nə bilim, nə olur. Mən yəni müqəddəs yerimdir də, yəni bura mənim məhrəm yerimdir. Yəni burada səs gəlməlidir də, yəni. Evin içərisində belə mübarizə aparırsan, qonşu ilə dalaşırsan ki, öz haqlarını müdafiə edirsən. Yəni saat 12-yə qədər mən səs çıxarma haqqım var. Amma mən yenə mübarizə aparıram. Bizim qonşu var, bizə deyib ki, səhər budilnik qurmuyor, sahura duranda səs evə gəlir. Yəni binanı dəyiş, bu binanın problemidir. Əgər mənim evimdə Mən nə budilnik səsi sənə gəlirsə. Budilnikin vəzifəsi zaten məni oyatmaqdır. Hə də Naşıq da qoyub. Yəni yeni xoruz almasın da. Ya məhəllədə saxlayıb anlasın. Yəni Azərbaycanda yaşayırsansa, indi dünyada bilmirəm necədir, amma Azərbaycanda yaşayırsansa, hər an mübarizə aparırsan. Yəni məclisdən uzaq, bizdən misaldan uzaq. Ailənlə belə mübarizə aparırsan. Taksi vurup gedim eve. Niyə? Danışırsan da belə rahat. Demirdim danış, davam elə. Sən 2 dəqiqə dayan. Yəni adicə məsəl üçün deyirəm, indi bizdən uzaq məsəl üçün plan qurursan ki, sabah uşaqlarla görüşəcəksən. Sabah məsəl üçün günorta saat 4-də atan səni yığır ki, filan toya mən gedə bilmirəm, sən get. İndi sən duxun nədir deyəsən ki, mən uşaqlarla görüşürəm. Nə eynidir? Hər ailə üçün eyni deyil. Yəni axı mən plan qurmuşam, axı mən
uşaqlarla qabaqcadan həvəslənib ora hazırlaşıram. Yəni orada belə haqqını müdafiə edirsən ki, mən toya getmək istəmirəm. Mənim planım var. Amma sənin fikirlərin önəmsənilmir. Təkcə burada deyil də, yəni bir çox yerdə belədir ki, tutalım ki, işdən sonra uşaqlarla görüşməsin saat 7-dən. Müdirin qayıdır deyir ki, bir saat artıq işdə. İşdə nə olacaq ki, pulumu belə verərəm. Onu demirlər düz Azərbaycanda, amma yəni, pulla belə sənin planını pozmağa çalışırlar da. Yəni mən necə özümü müdafiə edeyim də, yəni belə bir yerdə. Harda savaşım, neçə cəbhədə savaşım. 5 dəqiqəlik işdə bunu bir dənə elə. Elə. Yəni mən neçə yerdə mübarizə aparıram da. Yəni bir Azərbaycan gənci olaraq ailədə bir döyüşçüyəm. Dostanış arasında bir döyüşçüyəm, işdə bir döyüşçüyəm, taksidə, avtobusda, metroda bir döyüşçüyəm, qonşuya qarşı bir döyüşçüyəm. Öyle insan cəbhə dəyişməkdən hansı orduya məxsus olduğunu Bizə unutur. avtobusdakı hallarda günü-gündən güclənir. Məsələn, əvvəl otururdun, gəlib sən qaldırırdılar ki, dur. İndi ayaq üstə durursan qapının yanında deyirlər ki, çəkil oradan mən Görsən. Ya ona belə gözləyirlər, ancaq bizim Bakı Nəqliyyat Agentliyinin sevdiyim bir nöqtəsi var ki, avtobusların arxa oturacaqları sırf kişilər üçün Orada da otururlar. otururlar. Orada da otururlar. Yox, bir nəfər kişi oturubsa, bütün bloklandı onlar üçün, artıq otura bilmirlər. O biz axırıncı dediyim cümləmi bir də təkrarlayım. Cəbhə gəzməkdən hansı orduda xidmət elədiyimi unuduram. Aga be. Qəşəng sözlər həqiqətən. Cəbhə gəzirik. Yəni bir yerdə oğul döyüşçüsən, döyüşçü olaraq adın oğul. Bir yerdə işçi döyüşçüsən. Dostlarınız arasında təkər dostsan, məsəl üçün deyirəm. Qonşu arasında səs-küy salan qonşusan. Yəni hər yerdə bir adın var və adının üstündən atmaq üçün mübarizə aparırsan. Azərbaycanda gənc olmaq bu deməkdir. Hələ pul qazanma məsələlərini demirəm. Tanımadığım düşmənlə apardığım mübarizələri demirəm. Gələcəkdə məsəl üçün həyat yoldaşın olacaqsa və yaxud da ki onun atası olacaqsa, onun qarşısına üzr istəyirəm. Normal bir status sahibi insan kimi çıxmaq üçün hansı mübarizələrə bilmirsən gələcəkdə 10 il sonra hansı adamın qabağına yeznə olaraq çıxacaqsan. Amma indidən öyle sən mübarizə aparırsan ki, bu da olsun, o da olsun, əlim güclü olsun, məni bəyənsinlər, belə olum, elə olum, status sahibi olum. İndidən öyle tanımadığın insan barədə mübarizə aparırsan. Amma fikirləşmir ki, yəni həyatda insan olmaq, ləyaqətli, şərəfli insan olmaq ən əsas meyarlardan biridir. Yəni sənin evin olmaya da bilər, maşının olmaya da bilər. Ola da bilər, olmaya da bilər, amma əsas o təməl şeylər insanın davranışlarıdır, normal şəxsiyyət sahibi olmalarıdır. Birinci bunları özündə təmin edib, sonra digərlərinə keçməlisən. Amma bunlar deyir ki, ləyaqəti, şərəfi boş ver. Əsas qızıma normal həyat yaşat. Evim olsun, maşınım olsun, amma sən evdə bütün günü qadını döyüb, belə İraq buradan it yerinə qoyursansa, o nəyə gərəkdir? Danış. Ümumiyyətlə, söhbətə Çox danışdıq ya. başladım. Mən hətta kitab oxumağa başladım, bitirdim hətta kitabı. Çox maraqlı kitabdır. Təbrik edirəm Mark Mansonu. Feminizmlə başladıq, Azərbaycan gəncliyində bitirdik. Feminizm əslində bilirsən necə bir şeydir? Bax, dedin gecə çölə çıxmaq məsələləri falan bəs. Şimdi məsələn, durub diqqətlə fikirləşirik. Qadınlar gecə çölə niyə çıxmırlar? Çünki bu ailə fikirləşir ki, bu bizim adımıza sanımıza ləkədir. Sabah filan kəs deyəcək ki, filan kəsin qızın şeydə görmüşəm. Gecə saat 3 idi, küçədə görmüşəm. Birincisi bunu deyən kişidirsə, əksəriyyəti qadınlardır. Yəni bu qadının qadını elədiyi zülmlü kişilərin heç burada aidiyyatı yoxdur. Əgər bunu bir kişiyə deyirsə, hansı kişi qiymət qırır? Yəni bu deməli heç o kişidir. Yəni bu əslində qadını, mənim məsələn şahidi olduğum var ki, mənim yaş kateqoriyamdakı qız var, məsələn, sevir oğlanı. Anası gəlir hər dəfə başını yeyir ki, yox, bəs öz qohumumuzdan olmalıdır, var olmalıdır, filan yerdə işləyir. Yəni, filan yerdə işləyir, psixoloji durumu və yaxud həyat kriteriyaları maraqlıdır, oğlan nəyi sevir, nəyi sevmir, dini inancı nədir, yaxşı yerdə işləyir. Yəni, birinci predmet kapitalı götürürlər. Yəni, bunu eləyəndə bir anadır. Bu qadındır. Yəni, bu zülmü qadın edir. Yəni, əgər feminist şüarları səsləndirmək istəyirsinizsə, sırazı kişilərin üstünə niyə gəlirsiniz? Gedin birinci qadınların üstünə, öz analarımızla, nə bilim, ailəmizlə problemimizi həll edin. Sonra, nə bilim,
Biləcəridə yaşayan feminist qız gəlsin Günəşlidə yaşayan Fəridlə problem aparsın da, yəni birinci öz problemini həll elə, sonra gəl bura. Yoxsa paltarımızı soyunaq, lüt gəzək ki, biz haqq müdafiə edirik. Yəni mən belə deyim də, feminizm yarandı. Feminizm yarananda şüarı oldu ki, feminizm yarananda şüarı oldu. Feminizm yarananda şüar o oldu ki, bəs qadınlar işləyə bilərlər. Qadınlar girdi bazara, iqtisadiyyat bazarına da, işçilərin sayı 2 qatına artdı, maaşlar 50% düşdü. Yəni mən hal-hazırda 500 manat maaş alıramsa, bunun qadınların iş bazarına girməyi gətirib çıxartdı buna. Ancaq mən soyunub şəhərdə gəzmirəm ki, qadınlar niyə belə elədi? Vəssalam. Bir dənə də məsələn deyim, belə bir nümunə çəkim. Bir dənə mənim qız dostum var idi, 5 il əvvəl. Dostuydu, yaxın dostuyduq. Qız da çox qəşəng dizayner idi, qrafik dizayner idi. Hətta ATV-də, ARB-də gedən verilişlərin arxa fonunu dizayn edən şəxs idi. O qız çox istedadlı idi. Mən onun gələcəyini çox yaxşı yerlərdə görürdüm. Amma ailə baskısı ilə çox imkanlı bir oğlana əl verdilər. Doğru dillə desək. 2 il keçdi üstündən, hətta övladları falan da olmuşdu. Qız azıq eləyib anası evinə gəlmişdi ki, kişi mənim manyak dərəcəsində qısqanır. Hər şeyimi alır, ən bahalı yerlərə gedirik. Qızıl, gümüş, nə bilim, hər şey alır. Amma evdən çölə çıxmağa, telefon işlətməyə qoymur. Knopkalı telefon verir ki, knopkalı telefon işlət. Ailəsi ilə danışmağa qoymur, təsəvvürləyin. Qız qaçıb getmişdi anası evinə. Və anası demişdi ki, şöbay qoymaram bundan sonra kimsə sənə burada doğru söz desin. Halbuki ana varırdı deyə məcburi şəkildə qız ərə vermişdi. Qız da aldanmışdı. Varlı həyata, bahalı yerlər. Elə bir ki, bütün günü Dubai, Avropanzadır. Gəsə fikirləşmirdi ki, nə görmüşdüsə elə ata evində gördü. Təsəvvürlə bunu eləyən bir qrafik dizayner. Qrafik dizayner qızdı, yəni o istedadı məhv elədi də. Yəni 2 ildən sonra qız mənə dedi ki, ata evinə köçmüşəm, mənə müştəri tap. Halbuki bu insanın müştəriləri aparıcılar idi, layihə rəhbərləri idi. Yəni mən SMM məndən müştəri istəyirdi ki, mənə müştəri yönəlt. Yəni bir insanı məhv etmək deməkdir. Yəni valideynə burada mən demək istəyirəm ki, nə oldu? Nə qazan? Bəlkə də qız 2 il ərzində qazanıb daha yaxşı bir yerə çıxardı öz əziyyəti ilə, öz əməyi ilə. Sən hazır bir varlı bir adamın yanına verib onu daha varlı eləmək istəyirdin, amma əksinə mənəvi kasıblıq yaşatdın. Nə belə varlandı, nə də belə varlandı. Əksinə hər iki tərəfdən kasıb oldu bu ülkədə. Yəni belə deyim də, əslində sırf ailələr qızı evləndirə də bilməz ki, qızım bunu sevir. Çünki məsələn, sevgi hər şey deyil və sevgidən əmin olmaq söhbəti var. Yəni bizim başımıza, sənin də, mənim də başıma gəlib bilirəm ki, yəni bütün demək olar gənclərin başına gəlib ki, hə, bu budur, şərtun deyəsən. Sən dedin ki, montaj eləyəcəm. Yəni bu budur da, yəni bundan başqası ola bilməz, sevirəm, filan bəs. Ancaq bir müddətdən sonra görürsən ki, nəsə odur. Yəni təsəvvürlə bu hal, evlisən və uşağın var, belə yaşanır. Məcburiyyət. Yəni ortada bir uşaq bədbəxt oldu. Yəni düzdür, ayıb şey deyil. Yəni mən buna ayıb da baxmıram. Prosta yəni boşanmış bir qadın oldu. Düzdür. Yəni yenə deyirəm, bu ayıb bir şey deyil, ancaq cəmiyyət tərəfindən nərdəsə biraz mənfi qarşılanır. Düzdür. Yəni vəziyyət belə gətirib çıxar. Ona görə sırf valideynləri günahlandırmaq da olmur ki, sevirdi, verərdi, evlənərdi, belə. O da olmur, ancaq sırf pulu var deyə də olmur. Ona görə nə etmək lazımdır? Onu heç kim bilmir. Bilsələr eləyərlər, narsa bilmirlər. Ümumiyyətlə, burada bir dənə dahi şəxsiyyətin gözəl cümləsi var, onu demək istəyirəm. Sevgi... Ciddi bir şeydir. Daha şəxsiyyətlə yazmaq. Sevgi biraz ürək istər, ay balam. Damla sayılmır şəxsiyyət. Başqa bir şəxsində buna bir Skitamuz adında əsərində böyük bir əsərdir, böyük şəxsiyyət. Ajdar deyəsən. Skitamuz deyə. Skitamuz. İradın bildirib. Əslində orada məna böyüdür biraz. Banan. Skitamuz, banan. Banan.
Meymunluq eləməyin də başqa. Sevirsiniz kişi kimi sevin. Ümumiyyətlə ifadə verir banal. Banal ifadə. Eşitmisən nə bir söz var. Ən çox yeni yazarların istifadə etdiyi sözdür. Hara gəldi soxurlar. Banal ifadə, nə bilim, banal hərəkətdir. Təzə sözlərdir. Bunu demək başa düşürəm. Analı başa düşürəm. Yeni nəsil qızların sözüdür. Manifest, retro, nə bilim. 777. 777. Evrənəməsmiş göndər. SMS-lə yollar 777. Ulduz 777. Onların sözü banal ifadədir. İlkel nə bilim nədir. Cəm Yılmazın bir sözü var. Kainat fırlanır, cəzəvəl evrən hər şeyi idarə eləməsin. Qəflətən kanaldan mesaj gəlir. 1000 manat pul istəyir. Evrən yatdığı yerdə qəfil mesaj gəlir. Yatma vaxtı. Ümumiyyətlə feminizm. Həqiqətən yəni sən fikirləşirsən ki, Azərbaycanda ehtiyac var feminizmə. Düzdür, bəzi kənd yerləri var ki, çox belə ucqa. Orada ehtiyac var. Feminizmə ehtiyac var. Ancaq feminizmin hal-hazırda apardığı strategiya düzdür. Yox, məncə düz deyil. Çünki yəni elə bir image formalaşdırıblar ki, mən o tiplərə baxanda heç bir intellektual bir şey görmürəm. Yəni qışqır, bağır, zor, şiddət, nə bilim, əcaib tiplər. Yəni tipə görə insanı sorğulamırlar. Amma heç olmasa o tipin sahibləri biraz normal hərəkətlər eləsinlər də. Yəni sən elədiyin hərəkət sənin qarşı çıxdığın qüvvələrdən çox fərqlənmir. Sadəcə onların səlahiyyəti var, sənin səlahiyyətin yoxdur. Yəni necə deyim? İşə diş qana qan söhbəti deyil də, yəni. Sən dişin qarşısında beyin olmalısan. Yəni normal şəkildə ifadə eləməlisən. Mən elə fikirləşirəm ki, ən azından 5 dənə feminist ideal insan çıxmalıdır ki, biz onların savadına, biz onların hərəkətlərinə yəni biz utanaq da, yəni elə bir modellər ortaya çıxsın ki, biz baxaq ki, bu insan çox ağıllıdır, bu insan çox xeyirxahdır, bu insan təkcə qadınların yox, yəni əsgərin də haqqını qoruyur, qocanın da haqqını qoruyur. Hətta bir nəfər feminizm çıxıb desin ki, biz bərabərik, qadınların da Kişinin istəyir. də haqqını qorusun. Nədə şok verməliyik. Ay sağ ol. Yəni Lazerimizin pulunu özümüz verir. əzilmiş kişinin də haqqını qorusun, əzilmiş qadının da haqqını qorusun. Yəni mən səhifələrdə baxıram ki, bir kişi qadını döyəndə, yəni hamı yazır şərəfsiz, belə, elə. Amma bir dənə qadın kişini döyəndə, sən nətər kişisən, küçüsən kişi başına, sən döyülməlisən. Amma məsəl üçün deyirəm də, ola bilsin ki, gücsüz kişi deyil, sadəcə özünə yaraşdırmayıb. Məsələn, Johnny Depp. Yəni özünə yaraşdırmayıb, qadına əl qaldırmayıb da. Yəni qadın bunu vurub, bu onu vurmayıb. Yəni bu məhkəmə ilə təsdiqlənmiş bir şeydir. Sabah küçədə də bir qadın gəlib mənə şillə vursa, mən durub cəmaətin içində onu qayıdıb vurmayacağam ki, yəni uzağa itələyərəm ki, tərəfə get, məndən uzaq dur. Amma yəni onu məsəl üçün mediada elə fikir arzulayarlar ki, mən rəylərə baxıb deyərəm ki, kaş ki vurardım da, məsəl üçün deyirəm. Kaş ki vurardım, heç olmasa arı yerdə kişiliyimiz getdi. Mən şillə idim, mən oğlanlığım getdi. Bilsən məsələn, videolarda arada adamın qabağına çıxır, durur, yəni var haqqı müdafiə eləmək. Hayasızlıq elə. Həyasızlıq. Düşünsən ki, bir nəfər yoxdur bu qabaq. Düzdür, məsələn, elə olur ki, məsələn, kişilər qabağına çıxır, deyirsən ki, bəs mən orada olan bu qadına qarşı hərəkət eləyərdim. Biri də var ki, məsələn, qadın durur elə hayasızlıq eləyirsən. Deyirsən ki, Bizim deyim, döymək lazım. karantin ərəfəsində idi. Mənim press kartım vardı, jurnalistika. Mən rahat çölə çıxa bilirdim də, komendant saatında. Marketə düşmüşdüm. Gördüm market bağlıdır, geri qayıdırdım. Gördüm ki, binanın tinində bir dənə kişi ilə qadın mübahisə edirlər. Möhkəm mübahisə edirlər, amma qadının səsi daha çox gəlir də. Elə bildim ki, kişi qadını döyür. Nəsə gəldim, yaxınlaşdım ki, qadına kömək eləyəm. O niyyətlə yaxınlaşmışdım. Qadın mənə qayıtdı. Nə baxırsan, hə? Böyle titrək bir səslə dedim ki, xanım kömək eləməyə çıxmışdım. Gedişimdən məşğul. Allah Mən kömək istəyirəm. Bundan kömək kişi mən özüm xalqlıqla elədi ki, qardaş, get sən canım. Fikir vermə də, yəni. Utandım ki, mən axı kömək eləməyə gəlmişdim, yəni. Belə kinolarda belə olmur da. Bəs sən mən sevəcəksin. Əslində deyir, hər şey, ya, aləm erkək görsün. Yəni, aləm erkək görsün, belə olmalıydı normalda.
Demirəm hamısı elədir. Bəlkə də doğrudan kömək ehtiyacı olan insanlar var. Onun yerində başqa biri olsaydı, hə, başqa cür olardı. Yeni olsa yenə eləyərəm. Amma məsələ odur ki, yəni nə deyirdim mən? Yəni hər zaman şərtlər eyni olmur da. Yəni hər zaman hamının haqqını qorumaq lazımdır. Adicə liftdə dururam. Yəni, nəfəs yeri qoyuram da liftdən ki, yapışım da qapı açılan kimi yapışır. Bir dənə qız gəlir durur düz qabağımda. Mən məcbur arxaya çəkirəm ki, bir pis vəziyyət alınmasın da. Yəni mən səndən tez gəlmişəm. Sənə hansı, yəni necə deyim, qanun təsdiqləyir ki, sən məndən qabağa durmalısan. Və yaxud ki, köşkdə durursan növbədə. Yəni dayının biri qıraqdan özünü soxur, pulzadır. Ya qardaş ol, orada bir dənə 2-8 ver. Yəni təkcə qadınlara aid deyil, həm qadınlara, həm kişilərə aiddir ki, yəni mən durmuşam da burada, növbə mədəniyyəti var. Yəni hansı hüquq, yəni sənə haqq verir ki, sən qadınsan deyə, sən məndən yaşlısan deyə, yəni yaşlı kişisən deyə məndən tez mənzilə çatma hüququn var. Tez istədiyindən nail olmaq Hə də bu hüququn var. metroda, yəni Hə. ikimiz eyni vaxtda Eyni, çıxmışıq. eyni. Birinci millət çatmır. Və yaxud bu gün metroda durmuşam, 2 dənə padruqa gəlib, biri gəldi yanımda oturdu. O birisinin əlində sumka var. Rəsmən sumka ilə mənə təzyiq eləyir ki, dur mən oturum da. Yəni mən ayağa durmadım. Niyə durum da? Yəni niyə belə bir təzyiq eləyirsən? Bəlkə də inanırsan, məsələn, desə ki, olar. Hə, duraram. Ancaq bu sizin boynunuzun borcuymuş. Biz orada oturmalıyıq. Sonra durub piyada gəzəndə biz sizin qarşınızda haqq iddia eləməliyik ki, biz mütləq şəkildə bərabərik. Və məsələn, ondan 6 dəqiqə sonra durdum, onda mən sağ ol demədi. Elə bil ki, mən daha tez durmalıymışam da. Yəni 6 dəqiqə gec durdum deyə, stansiya buraxdım deyə mən sağ ol Məncə sən demədi. ona təşəkkür eləməliydin. Ayaq əzəlliyini görməsən, inkişafına kömək elədi. İdmana qatı verdiyini görə mən qadınlara buradan təşəkkür eləyirəm. Mən onun bir qızla danışmışam. Qız deyir ki, başın çatmırsan. Deyir, ikiniz də eyni pulu verirsiniz. Deyir, niyə? Bir yaşlı olsa, hamilə olsa, nə uşaqlı olsa belə də otura bilərlər. Amma yoxsa dur, mən ofisiant işləyirdim. 12 saat işdən çıxırdım. Ofisiantlıqda da ki, ayaq üstədə uzağı 1 saat, 2 saat oturasan. 10 saat ayaq üstə fırlanırdım. İşdən çıxırdım, avtobusa minirdim. Hansısa pubdan, nə McDonald's-dan zatdan çıxmış qız gəlirdi, belə əlində iPhone 36 Pro Max-ını, yəni əlində iPhone 15-i var, avtobusla gedirdi də, yəni gəlirdi və mən o yer verməliydim ona. Niyə? Bir dəfə uşaq idim, babamla avtobusa minmişdim. Bir dəfə deyəsən avtobusa minirdim. Nəsə avtobusa bir dava başladı, möhkəm dava başladı. Bir dənə yaşlı dayılar yer istəyirdi. Dayılar da yer verməmişdilər. Nəsə astanovkada düşdük. Mamamla mən idim. Bir dənə də yaşlı dayı da, həmin də yaşlı dayı düşdü. Qayıt dedi ki, köpək uşağında tərbiyə qalmayıb. Sizə mutlu. Qadının yanında, yəni mənim mamamın yanında deyir ki, köpək uşağında tərbiyə qalmayıb. Yox, deyir, söz söyləmə. Yaxşı ki, köpək uşağı dedi də, yəni bir qadının yanında heç olmasa bunu dedi də, yəni köpək uşağında tərbiyə. Həmişə mən yadımda qalır ki, ay dayı, tərbiyə nə olan şey? Zarafatsız, yəni dayılar da öldürüb ha. Hə. Zarafanlarda çox var. Məktəb uşaqların belə keçən baxan dayılar var. Hansı ki, onlar o deyir səni qısıtlayırlar, şey eləyirlər. Yəni düzdür, məsələn, qısqanmaq xoş bir şeydir. Çünki kişilərdə olan bir şeydir. Ancaq ekstrem həddi var. O kişilərdə olur ki, keçmişdə o qələtlər özü eləyir. Yəni, məsələn, mən tanıdığım adam var ki, gəlinlərlə bütün gün danışıb, evlənib, başlayıb o ekstrem qısqanclığı tətbiq eləməyə. Yəni Təəssüf ki, elədi. özü eləyib deyə bu şeydən qorxur. Məsələn, məndə hal-hazırda o şey yoxdur. O ekstrem dərəcəsini deyirəm də, yoxdur. Çünki məsələn mən şey eləmirəm. Yəni gəlim falan qırağa qalsın. Normal qızdır da, məsələn, kimdənsə xoşun gəlir, məsələn, avtobusa misal üçün götürək. Qız da oturub, yanında boş yer var. Gedib sıraza oturmuram. Çünki onlar nə qədər desələr ki, biz bərabər bir feminizm falan bəsməkən, hələ də bilirəm ki, yəni mən hardasa narahat olma ehtimalları var da, yəni oturmaq olar, hə. Əslində o narahatçılığı bizim beynimizə yerləşdiriblər. Ortada ayıb bir şey yoxdur. Sadəcə hə. cəmiyyətin o neqativ düşüncələrini balacalaşdırıb kiçik şəklində bizim beynimizə yerləşdiriblər. Yəni biz onlardan qurtulmaq istəsək də beynimizdəki o cəmiyyətin kiçik parçası bizə imkan vermir ki, adi bir hərəkətləri normal şəkildə yerinə yetirək.
Çox uzun cümlə oldu biraz. Zarafatsız deyirəm. Yəni bir hərəkət edirəm, beynimdə kimsə danışır deyir ki, falan şey eləsən, ayıbdır, oğlandır, politika, mentalitet, belə elə. Mən beynimdə onu oturub mübarizə aparıram ki, abi sakit dur da imkan ver yaşayaq. Yəni o beynimizə yerləşdi, o çipi beynimizdən atmaq çox çətin prosesdir. Gülməli video alınır. Yəni Bu madını qoda kimi. Ağsaqqallar həqiqətən yəni zayın çıxardı. Yəni sırf nənələr bu bayaqlar dedimi oturmamışam ayaq üstə. Yəni ayaq üstə durduğum yeri istəyir məndən. Avtobusda boş yer var. İndi mən oturduğum yeri istəyir. Harda gedib şoferimizi anlatayım. Mən bir dəfə 28-də xala idi. Xala deyəndə nənə idi də. Rıçqa satırdı. Tanıyam Rıçqa almam istəmirəm. Hər gün görürüm. Hə. Çıxartdım, pul verdim, yanında dönərxana var idi. Mənə bir dənə dönər ala bilərsən. Dedim, hə, alaram, problem yox. Xala öyle başladı seçimlər eləməyə. Qabağına kriteriyalar qoydu. Yəni belə menyu açıldı. Görəsən mən Sezar salat istəyim yoxsa dönər olsun. Dedim, hə, yaxşı xala. Yanında kola ilə olsun. Bir var ki, insan azdır. Bir var ki, insanın gözü doymur. Gözü doymur. Yəni ac olan insan toyuq dönərinə də hə deyir. Hə. Yoxsa ət olsun, ord olsun, fork olsun, nə istəyir. Həqiqətən zahirsə, ağsaqqal həqiqətən nə bilim, yəni 3 yerə bölərik yəqin. 3 yerə bölüb bir həftədən bir paylaşarıq. Facebook'da istəyirəm koyalım paylaş. Yox, YouTube-a atarıq. YouTube-dan. YouTube'a atma. Niyə? Ay, YouTube-a ataq. Mən YouTube'a at, Facebook'a da. Facebook linkini atacağam. Hə, hə, YouTube'da görüntülənmək lazım. Kimdən işləyirəm mən? Ciddi bir şey deyəcəkmişim baxdım. Hiçbir şey yoxdur. Hər şey danışdıqca da nə deyək. Bu kəlmədə siz deyir. Dəyəlanca biz danışdıq. Məncə qəşəng mövzu oldu. Sadə şəraitlər daxilində bir video çəkməyə çalışdıq. Çünki gündəlik həyatımız o qədər belə danışırıq ki, öyle bir ki, onun kiçik bir parçasıdır da. Yəni buradan ehtiyac duyduq ki, onu bir video halına gətirək. Buradan dostlarıma salam demək istəyirəm. Burada Riyaziyyat müəllimə salam demək Burada istəyirəm. deyib. Mən deyir ki, səndə heç nə olmayacaq, düz deyilmiş elədim. Başqa şey deyirəm. Murad a.k.a. Murada xəbər elə. Murad ilkin Murad. Ayda. Sonra buradan Mehdiyə salam demək istəyirəm. Orxan Osmanlı ona salam demək istəyirəm. Orxan Şirəliyev ona salam demək istəyirəm. Müşfiq Hidayətə salam demək istəyirəm. Ha, dostumdur, yaxın dostum. Mən də salam deyirəm, verdim bütün dostlara. Sən də öz dostlara salam de. İbrahimə salam deyirəm. Və Fəridə salam deyirəm. Ətrafımda elə ümumi bir adam qalmayıb inşallah. Atamdan üzr istəyirəm. Üzr istəyirəm. Bizim videosu. Əsas atamdan üzr istəyirəm. Başqa qız dostlarıma. Hoşuma gəldi, əsas atamdan üzr istəyirəm. Yaşamağa dəyər olan şey insan, həyat deyil, yaşamağa dəyər olan şey insanlardır. Ona görə yaxşı yaşamaq üçün düzgün insanları seçmək lazımdır. Belə şey çıxdı var, bir də şey çəkək. Neyse. Bir saat oldu. Hələlik özünüzdən müğayət olun. Çox sağ olun. Bayramımız mübarək. Bayramlara aid hələ. Aydı. Ramazan ayımız mübarək. Ay mübarək. Mən yay böyle deyil. Ayaq. Ayıb deyib, cəmaat var, xalqın uşağı var. Murad eşitdir. Mən deyirəm, ay qovur deyirəm də. Mən ay qovur. Nəysə, çox sağ olun axıra qədər baxdınız. Ümid edirəm ki, həm Axıra qədər baxdınız. baxıblar. Yəni bunu eşidirlərsə demək baxıblar. Allah razı olsun. Allah razı olsun. Buradan tutku sponsorluğuna çəkilirik. Çəkmə, o pul vermirlər bizə, niyə çəksən onu? Tutkunun sorumluyuz. Bu hisselerde artış, tutku hisseleri. Çox sağ olun. Gedin yatırım eləyim tutkuya, partlattı. Ümid edirəm ki, güldünüz, əyləndiniz. Bir dakika, kimin kartınızda pul varsa. Oldu. Özdə müğayət olun. Derler bana gittik bir oldu biri bir pul veremez hesap hiçbir pul hiçbir siyasiye bağlamam. Mani durumum kullan bak bir